Deməli, bir Mirsaleh Seyidov hamınızın tanıdığınız penitensiar xidmətin reisi bu adam haqq üçün əvvəlkilərdən çox şərəfli, ləyaqətli adamdır. Yəni əvvəlkilərə baxanda bu adam yaxşı adamdır. Biraz boz düşür sizin efirdə, amma yox da aydın məsələ hamı tanıyırdım. Yəni çox türmələrdən mənə xəbər gəlir, yemək düzəlibdir, bir balaca şərait düzəlibdir. Adamın üzünə baxanda hiss olunur ki, Mədət Quliyev kimi anasının qarnında kimisə şeyini dişləyib çıxana oxşamır. Adam sifət qəlbin aynasıdır. Adamla haqq üçün razılıq edirlər. Amma ki, bu Mirsaleh Seyidov, bu dəyərli həmvətənlərim, bu adam bir tayfa var ki, Ədliyyə Nazirliyində, penitensiar xidmətində bir tayfa var ki, bu onun öhdəsindən gələ bilmir. O tayfa kimdir? Bax, bu oğraşlardır, bax, sağındakı, solundakı oğraşlardır, bax. Bunların yaxşı şəklini tapamadım, deyim. Baba, İlkin, bax, bu şərəfsiz İlkin, bu birisi onun dayısıdır, doğma dayısıdır. Mirsaleh Seyidov mavinidir. Bax, bu şərəfsizdən gedir söhbət. Bax, bu şərəfsizdən, bax, İlkin budur, bax. Şüvələn türməsinin reis mavini. İndi görün bundan nələr deyəcəm sizə. Bu da onun dayısıdır. Bu Peysər də onun, bu Peysər də onun dayısıdır. Bu Peysər, polkovnik, Peysər. Nazirin arvadına da patxod edir, nazir deyəndə o generalın da, reisin arvadına da patxod edir o. Neysə, burada mən materialı olduğu kimi almışam, sizə çatdırıram. Şüvələn türməsində dəhşətli vəziyyət var. Şüvələn türməsində artıq İlkin adlı reis mavini hamını vurur, vurdurur. Adamları diri-diri göydən asır. Otaqlar 500 manatdır. Hətta katalogda, necə geysin Mamarozan yanına deyirsən, mən qız istəyirəm bu gecəlik. Katalog qoyur qabağına, hansını istəyirsən. Bax, İlkin də adamları gedir İlkinə deyir ki, o qız istəyir, 500 manat da var. Qızın da pulunu əlavə verir. Deyir ki, davay. Və kataloqu İlkin adamı qoyur, qızı seçir və türmənin ərazisində birisi də o ayrı-ayrı yerlər var, o varlılar üçün, o generallar üçün. Orada 500 manata səhərə kimi qadınla qalmağı təşkil eləyir İlkin, yəni Şüvələn türməsinin reis mavini. Deyir ki, mənim arxamda Ramiz Mehdiyev durur. Mirsaleh Seyidov gələndən türmələr, başqa türmələr azca düzəlsə də, amma Şüvələn türməsi düzəlməyib, çünki Mirsaleh özü it kimi qorxur İlkindən və onun bütün nəsli Ədliyyə Nazirliyini, belə örümcək toru kimi ağuşuna alıb, Mirsaleh qorxur onlardan. Reis mavini var. Rasim. Reis mavini Rasim 500 manata qızla görüşdürür İlkinin tapşırığı ilə, İlkinin icazəsi ilə 500 manata qızla görüşdürür və ya başqa məqsədlə qeyri-qanuni adamları görüşdürür. İçəri narkotik buraxdırır, narkotik satdırır. İmkanlı adamların sumkasına narkotik tullatdırır. Dustaq yanına gələn adamların hətta bahalı maşını olub-olmadığı nəzərdən keçirilir. Deməli, bahalı maşınla yanına gəlib gediblər. Bunu belə məruzə edirlər və şərlənir həmən dustaq. O maşını satdırmayınca əl çəkmirlər. Türmə rəisi Cəlil var. Qoyunun biridir. Zaten İlkin onun arvadından fırlanır. Türmə rəisi Cəlil heç nə edə bilmir. Dədəsi Bayıl türməsinin rəisi olubdur. Cəlilin dədəsi Bayıl türməsinin rəisi olubdur. İlkin türmə rəisinin mavinidir və Tuqzon deyilən işgəncə mərkəzinin qəhrəmanı Nizaminin bacısı oğludur. Tuqzon deyirlər işgəncə mərkəzi. Orada Nizami adı məşhur işgəncə verən adam var, Nizami. Onun bacısı oğludur. Bacısı oğludur. Görək, o indi birazdan Nizamidən danışacağım sizə. Bu nəsil Ədliyyə Nazirliyini zəbt edib.
Ədliyyə naziri də bu nəsildən qorxur. Ancaq işgəncələrlə yadda qalan nəsildir bu nəsil. Hamısı Ədliyyə Nazirliyindədir, bir hissəsi penitensiar xidmətdədir. Ancaq bu nəsil işgəncə ilə yadda qalır. Hətta o qızı döyə-döyə zorlayan vardı, Ədliyyə Nazirinin komendantı. O da bunların qohumudur. İlkinin şübhələn Mərdəkanda, baxın, İlkinin türmə rəisinin mavini, gündən sırağa gün ağzından süd iyisi gələn bir qoduğun, baxın. Mərdəkanda, Xırdalanda, Sulutəpədə şübhələn Mərdəkan, Xırdalan, Sulutəpə 4 dənə villa. 4 dənə villa, ən zəivi yarım milyon, 1 milyondur. Ən zəivi yarım milyon, 1 milyon. Bu türmə rəisinin mavini, ağzından süd iyi gələn bu gədə 4 dənə villanı nə ilə əldə edibdi? 9-cu mikrorayonda binanın obşu 4-cü mərtəbəsini, 9-cu mikrorayonda binanın obşu 4-cü mərtəbəsi alıb, bütün evləri alıb, binanın o mərtəbəni İlkin kiraya veribdi. Kiraya. İlkin bir sözü var İlkinin. Bir sözü var İlkinin. Özü elə adama kiraya verib, özü də bazlıq elədiyi adam da var. İlkinin bir sözü var. Türmə rəisi, Şüvələn türməsinin rəisi İlkinin bir sözü var. Mənə ayda, bunu çox yerdə deyir ha, hətta mənim tanıdığım adamların süfrəsində də deyibdi. İlkin hər yerdə dediyi bir söz var. Mənə ayda ən azı 100.000 dollar bu türmədən gəlir gəlməsə, tüpürərəm Ədliyyə Nazirinə gedərəm. 1 saat burada qalmaram. Hətta özünə söyüşdən deyir, çox vaxtı bunu söyüşdən deyir. Deyir ki, mənə ayda ən azı 100.000 dollar gəlir gəlməsə bu türmədən, mən burada bu türmədə Ədliyyə Nazirinə tüpürərəm, 1 saat qalmaram burada. Deməli, keçək bu birisinə. Hə, dostlar, indi nədən başlayaq? Burada İlkinin yaxın dostu Ruhin, həm də Ruhin Rəis Cəlilin qohumudur. Baxın ha, İlkinin yaxın dostu Ruhin. Ruhin eyni zamanda Şüvələn türməsinin rəisi Cəlilin yaxın qohumudur. Ruhinin vəzifəsi 3-cü korpusun starşinası idi. Starşina. Dustaqları döyürdü. Göydən asırdı. Dustaqlara dərmanlar verirdi. Dərmanlarını dustaqlara pulla verirdi. Sankasta pulla gətirirdi Sankasta. Dərmanı belə pulla verirdi. Nəysə. Bunun da dustaq anası, bir uşağa da bunu eləyibdi, birinə eləyib, onun dustaq anası naziri söyərək video çəkibdi. Naziri Mirsalih Seyidovu söyərək video çəkibdi. Baxın, diqqətlə izləyin. Demək, söyərək naziri video çəkmişdi, sosial şəbəkələrdə yayılmışdı. Nazir Mirsalih Seyidov Ruhini dərhal işdən çıxartdı. İndi dalına baxın, görün, naziri tüpürdüyünü necə yalatdırırlar. Dalına baxın. İlkin Mirsalih, deməli, İlkin nə dedi Mirsalih barədə? Deməli, Ruhini vəzifədən atan kimi birbaşa Cəlilin toplantısında İlkin dedi ki, Cəlilin yanında, Cəlilin toplantısında İlkin dedi ki, Mirsalih nə şeyinin, S hərfinə, nə şeyimin başıdır. Mirsalih nə şeyimin başıdır. Səni atsın, işdən çıxarsın. Ədliyyə Nazirliyi bizim əlimizdədir, bizim nəslin əlindədir. Deməli, Rəis Cəlil, baxa, Cəlilin gücü çatmır Ruhini saxlamağa və yaxud işə qaytarmağa. Cəlil İlkindən mavinindən xahiş edir. İlkindən ki, mənim qohumumu qaytar da. Mənim qohumumu qaytar da. İlkin Cəlilin qohumundan 50.000 alır Ruhindən. Cəlilin qohumu Ruhindən 50.000 alır.
50 min dollar alır və Ruhini şüvələndən yaxşı yerə, Kürdəxanaya göndərir. Eyni vəzifəyə, starşına. Özü də deyib ki, ilkin onu 50 min dollar alıb ora göndərəndə, özü də deyib ki, mən Kürdəxanaya rəis gəlirəm. İşgəncələr üzrə ad çıxardan nəslin nümayəndəsi ilkin deyib ki, mən özüm də ora rəis gəlirəm. Və ilkin onu nazirlikdən həll eləyəndə, Ədliyyə Nazirliyindən həll eləyəndə onun işini, yəni Mir Saleh Qafarova tüpürdüyünü yalatdıranda yuxarıdan nazirlikdən işi həll eləyib. Deyib ki, yəni Mir Salehdən də böyük var da Ədliyyə Naziri. Deyib ki, bu yaxşı işgəncə verir. Bilirsiniz, Kürdəxanada siyasilər çoxdur axı. Yaxşı işgəncə verir. Ona görə bunu qaytarıblar işə. Yəni 50 min dollarını alıb qaytarıb. Bu söhbət neçə günün söhbətidir bilirsinizmi? Bir də elə biraz o vaxtda olubdur, nə Babəkin dövründə zad olmuyor. Bu söhbət 20-22 günün söhbətidir. Bu söhbət keçən ayın söhbətidir. Bu söhbət. Nazir Mir Salihə tüpürdüyünü yalatdıran əslən Laçın Kürdü olan ilkindir və ilkinin dayısı da bilirsiniz nə vəzifədə işləyir, ilkinin dayısı. Ədliyyə Nazirliyində, yəni penitensiar xidmətdə, yəni dustaq dilində desək, vayska, o türmədə ki, maskallar gəlir, döyür, heç kimə baxmır da, o basıb hamını döyür, günahlı, günahsız. Vayska deyirlər, o bunt elan eləyəndə sonra vayskanı tökürlər. Türmə dilində desək, vayskanın, yəni Mir Salihin mavini olan, vayskanın, yəni dustaqları tökülüb döyən dəstə vayskanın komandiridir. Eyni zamanda Mir Salihin mavinidir. Vayska onun əlindədir. Və Mir Salih Seyidovun mavini olan bu dayısı qara, elə özü də, adı da qaradır, əməlləri də qaradır. Baxın, indi dəyərli həmvətənlərim. İlkinin arvadı, baxın, ilkinin arvadı 2 ay qaçır Şüvələn türməsinin dəyərli həmvətənlərim. Rəis mavini. İlkinin arvadı 2 ay qaçır. Kimə qoşulub qaçır bilirsinizmi? Kimi? Avtoritetə, avaraya. Avtoritetdə belə deyək. Qoşulub avtoritetə qaçır. Arvadı, türmə rəisinin arvadı. Deməli, ilkinin özü petuqdur. Arvadı yaxşı əlaqəyə girənmirdi, cinsi əlaqəyə qoşulub avtoriteti hansısa birinə, yəni avaradır, avtoritet nədir belə, kriminal aləmin balaca fiqurlarından qaçır onu. Bir oğlanla qaçır, 2 ay ilkin onu axtarır. Nəhayət ki, o avaranı tapır. Nəhayət ki, o avaranı tapır. Deməli, avara həyatı yaşayan, bax, ilkin arvadını tapana qədər 2 ay ərzində ilkinin arvadı, Şüvələn türməsinin rəisinin mavini, Cəlilin mavini, ilkinin arvadı 2 aylıq qaçdığı avarıya nə alır? Nə alsa yaxşıdır. Baxın, ev alır. İlkinin pulu ilə türmədən o kasıb insanları qanını içərək yığdığı puldan ev alır. Təp-təzə salfanda Range Rover Jeep alır. Bir dənə də restoran alır. Fikir verirsinizmi? Arvad 2 aylıq qaçdı. Sonra düzdür, boşanırlar. Dalına bax. İlkin də arvadı ayrılan kimi, ilkinlə arvadı ayrılan zaman ilkin mülk davası eləməyə başlayıbdı arvadından, o avaraya qoşulub qaçan arvadından. Mülk davası eləyən kimi arvad gəlib tutub yaxasından belə. Deyib ki, sən məni kimlənsə səhv salma. Sənin petrolunu da bilirəm. Viagra atmanı da bilirəm. Sənin cəmaata işgəncə etməyini də bilirəm.
Viagra atıb bazlıq eləməyindən belə hər şeyi bilirəm. Sən nə qədər əmlakın varsa, onun hamısına mən şərikəm. Çünki sən məni söydürə-söydürə o pulu yığmısan. Ay qəhbənin balası. Sən məni söydürə-söydürə o pulu yığmısan. Sən mən qapaq rəsminə qoyacağam bunların şəklini, dəyərli dostlar. Bax, bundan gedir bu söhbət. Bundan gedir, bax, bu oğraşdan gedir. Arvadı deyir ki, sakun xırdalı buna. Avariya qaçan arvad nə olar? Bilməm, podpolkovniklər avariya qaçan arvad nə olar? Deyir, sən mənim söydürə-söydürə o pulu yığmısan. O, sənin sərvətinin yarısı mənimdir. Deyir ki, gör nə deyir, arvada bax, arvada bax, arvada. Deyir ki, arvadı deyib ki, sən o pulları məni söydürə-söydürə qazanırsan, o pulların yarısı mənim haqqımdır. Arvadını tutturmaq istəyirdi. Arvadı deyib ki, sənin bütün gecə günüz ki, o yalayırdın mənim şeyimi. Yalayırdın, şeyin durmurdu, ancaq yalayırdın, ha. Hamısını belə çəkmişəm. Bütün kasetlərə çəkmişəm. Bir də sən mənlə mülk davası eləsən, bütün o şeyimi yaladığın videolar hamısı türmələrdə, nazorlarda, hamısı Avropadakı blogerlərdə olacaq. Bax, danla baxaq. Sənin dəhşətli görüntülərini Avropadan yayınlatdıracam, türmələrdə hamı baxacaq, nazorlara qədər. Bundan sonra ilkin arvadından əl çəkir. Sərvətinin böyük bir hissəsi arvadı tərəfindən aparılır. Ona görə ilkin ümumiyyətcə kriminal aləmdən adı gələndə tüstülüyür. Onlara daha çox işgəncə verir. Çünki arvadı kriminala qaçır, avariyaya qaçır. Aldığım məlumata görə ilkinin dayısı Mirsaleh Seyidovun mavini, baxın ha, ilkinin dayısı Mirsalehin mavini Fikrət Qafarov, baxın ha, ilkinin dayısı Mirsaleh Seyidov mavini Fikrət, bəx qara dedim, amma Qafarov imiş bu oğraşın familiyası. Fikrət Qafarov Mirsalehin arvadını xarici ölkədə ilk dəfə xarici ölkəyə çıxardıb orada görüşüb. Baxın, Mirsalehin arvadından. İlk dəfə risk eləməyiblər də, xaricdə görüşürlər. İndi yer tapdılar, Bakıda cütləşirlər. Baxın, Mirsaleh arvada sahib çıx. Başın qarışıb türməyə, ona buna bədbəh ol, arvadın Fikrətin altından çıxmır, arvadın, Qafarov. Bu boyda sən görsən nələrdən xəbərin var, mən yalan söz demərəm. Deməli. Deyələmədim, burada ilkin var, burada çox şeylər də var. Mən bunları istəmirəm, bizə. Mən bunları istəmirəm. Dəyərli dostlar, bunların barəsində və Şüvələn türməsi barədə bir də danışacağım. Çox dəqqətli, diri-diri adamları asırlar göydən. Adamları diri-diri asırlar göydən. Türmə rəisinin mavini qızlarla, pul vercinən, pul. Qızı gətircinən, qızla yatırcinən ayrıca otaqda, ayrıca yerdə. Türməni elə bil ki, qəhbəxanaya, otelə döndərib, otelə, qəhbəxanaya. Və fikir verin ki, arvad 2 aylıq qaçır, qaçdığı avariya, restoran alır, ev alır, Range Rover salafanda. Nə tərsin üçün? Yəni, Şüvələn türməsinə əlaqəli olanlar ilkinlə bağlı, xahiş edirəm, bir dənə burada xahiş edirəm, bəzi ki, burada Şüvələn türməsində qohumu yatmışlar, ora bələd olanlar, xahiş edirəm, burada çatda yazın da, oradakı hadisələri yazın, oradakı qan içənliyi yazın, xahiş edirəm. Bu Şüvələn türməsində vəziyyət düzəlməsə, içəridə də adamlarım var, penitensiya xidmətdə də adamım var, çox yerdə adam var. Orada vəziyyət düzəlməsə, qırğın eləyəcəm və çox dəhşətli hadisələrdən danışacağım orada. Və əlimə də materiallar çəkib atacaqlar, söz veriblər. Yəni, vəziyyət düzəlməlidir, deməli.